Deyirəm, interesin adamsan, özüm ölüm. Deyirsən ki, 3 ildir müalicə alıram, sağalmıram. Ölmək istəyirsən? Ölmək istəyirsən. Yəni bizim işimiz odur ki, səni ölməyə qoymayaq da. Yəni yaxşı, sən tutaq ki, deyirsən ki, sağalım. Mən dərman yazdım, sən sağaldın. Biz ac qalaq. Dərman firmaları ac qalsın. Biz də elə bir dərman yazmalıyıq ki, nə sən öləsən, nə biz ac qalaq. Yəni sən stabil xəstəliyə davam eləməlisən. Yəni qıraq döyürsən deyə bunu deyirəm. Yəni indi 3 ildir, 4 ildir yanıma gəlib gedirsən, yəni qoxum kimi olmuşuq da, yəni bir-birimizin toyuna gedib gəlirik. Yəni biz səni sağaltmamalıyıq. Biz səni ölməkdən qurtarmalıyıq. Sən ölməməlisən. Sağ qalmalısan ki, daimi gələsən, gedəsən, mən çörək yeyəm, klinika çörək yesin. Bu qədər klinikanın bilirsiniz nə qədər xərci var. Dərman firmaları, onların işçiləri. Mən sənə dərman yazmalıyam, gedib dərman almalısan. Yəni mənim vəzifəm səni sağaltmaq deyil. Mənim vəzifəm səni ölməyə qoymamaqdır. Həkimlik budur.